Salam, hörmətli izləyicilər. Bu gün sizə emoşemdən maraqlı bir sualın izahını vermək istəyirəm. Qeyd edim ki, bu sual feillərə aiddir. Çıxsın gecələrdən gecələr qızı, ucalsın göylərdə səhər ulduzu. Nümunəsindəki feillərin təhlilinə aid olan fikirdir. Bizə nə lazımdır uşaqlar? Təhlilinə aid olan, yəni doğru fikir lazımdır. Əvvəlcə biz nümunədəki feilləri ayıraq. Burada iki dənə feil var. Bir çıxsın, bir də ucalsın. Və aşağıdan yazaq ki, təhlil edək, bizə rahat olsun. Çıxsın sözünün kökü çıxsın nədir? Şəx şəkilçisi. Ucalsın sözünün kökü uca. L burada leksik şəkilçidir. Sın isə yenə nədir? Şəx şəkilçisidir. A bəndi. Feillərdən biri qayıdış növdədir. Çıxsın sözü görürük ki, sadədir. Bütün sadə feillər necə feillərdir uşaqlar? Məlum növdə olur. Ucalsın sözü düzdür, düzəltmədir. Lakin burada leksik şəkilçi feilə yox, sifətə qoşulub. Ona görə bu da məlum növdədir. Çünki qrammatik məna növlən şəkilçilər uşaqlar hər zaman feilləri artırılmalıdır. Bunu yadımıza saxlayaq. A bəndi getdi. B bəndi. Feillərin hər ikisi əmr şəklində ikinci şəxsdədir. Burada görürük feillər sın demək şəxs şəkilçisi adətən əmr şəklində olur. Ümumiyyətlə əmr şəklindədir. Hər ikisi çıxsın, ucalsın doğrudur. Amma ikinci şəxsdə yox, üçüncü şəxsdədir. O çıxsın, o ucalsın. Ona görə B variantı da səhvdir. C bəndi. Feillərin yalnız bir quruluşu düzəltmədir, xəbər şəklindədir. Bu da yarıya kimi doğrudur. Baxın, yalnız biri quruluşu düzəltmədir. Bəli, çıxsın sözü sadədir, ucalsın düzəltmədir. Lakin ardında da deyir ki, xəbər şəklindədir. Amma çıxsın və ucalsın sözləri hər ikisi bayaq dedik. Hansı şəkildədir uşaqlar? Təbii ki, əmr şəklində. Ona görə C-ni də çıxdıq. D bəndi. Düzəltmə feilin kökü isimdir. Düzəltmə feil hansı idi? İkinci söz ucalsın sözü. Ucalsın sözünün kökü isə isim yox, uca sifətidir. Bu da yanlışdır. Y bəndi. Feillərin hər ikisi məlum növdədir. Bəli, biz qarşısına yazmışıq. Bu feillərin hər biri məlum növdədir. Cavabımız oldu Y bəndi. Əgər yararlı, faydalı oldusa, öz dostlarınızla, tanışlarınızla paylaşmağı unutmayın. Sağ olun.